Bəziləri var deyir ki, siz qoymursunuz birləşməyə. Siz bölürsünüz, filan kəs belə deyir, filan kəs də elm almaq, filan kəs. Yaxşı, bir dənə biz birləşmirik sizlə, gedin hamınız birləşin görün. Biz qalacaq qıraqda. Ged, o birisilərlə birləş. İnşallah. Birləşə bilmərsən, çünki Allah deyir ki, birləşə bilmərsən. Təftərik o ümməti. Ümmətin bölünəcək. Ona görə görürsən, bütün firqələrdə qədərlə bağlı problem var. Rafizlər qədərlə bağlı böyük problem yaşayırlar. Əbu Bakırla Ömərin və Osmanın xilafətini qəbul edə bilmirlər. Əgər qədərə iman etsəydilər, qəbul edərdilər. Onların qədərdə olan problemidir. Və Allah subhanahu wa ta'ala istəmişdi, Əbu Bakır olsun, Muhammed sallallahu aleyhi ve sellem sonra. Sonra Ömər olsun, sonra Osman olsun, sonra Əli olsun. Allah belə istəmişdi və salam. Ümmət bunun üzərində icma eləyib. İstəyən istəsin, istəməyən də istəməsin. Abu Zərin xoşuna gəlməsə də belə. Peyğəmbər sallallahu aleyhi ve sellemin ümməti bu cür icma eləyib, ittifaq eləyib bu 4 kişi üzərində. Və sonra 6 ay Həsən, və ondan sonra məliklər gəlib. Yəni, xilafət olmuyor. Necə hədisdə gələr ki, xilafət 30 il olacaq. Və ona görə qədərlə bağlı məsələlərdə Əhl-i Sünnə vəl Cəmaədən başqa bütün firqələr yanlışdır. Allah Teala hər bir müsəlmana imanının sağlam olması üçün 6 şeyə iman eləməyə əmr eləyib. Allaha, onun mələklərinə, rasullara, kitablara, axirət gününə, qədərin xeyrinə və şərinə. Bu 6 şeyə iman müsəlmanlardan alimlərə də, avamlara da aiddir. Əgər ağır şey olsaydı, avamlara iman çətin olardı. Bu asan bir şeydir, fitrətə dönən bir şeydir. Sən etdiyin əməldə özün yaxşı bilirsən. Sən bunu öz iradənlə elədin, yoxsa məcbur idin. Sən bunu yaxşı bilirsən.